Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər. Ajans Az Global Info AZA istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlar gedir. Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev Fövqəladə Hallar Nazirinin müavini vəzifəsindən çıxarılacaq. Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azad edilmə qərarları prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir. Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir. Xatırladaq ki, prezident administrasiyasının sabiq rəhbəri, AMIA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyev barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanə, 278-ci birinci hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və 193-cü birinci cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham olunur.